Linux bir əməliyyat sistemi ailəsidir və onun ən önəmli cəhəti açıq məməli olmasıdır. Açıq məmə nə deməkdir? Açıq məmə o deməkdir ki, onun kodları hər kəsə açıqdır. Onu hər kəs görə bilər, dəyişdirə bilər, inkişaf etdirə bilər, hətta öz əməliyyat sistemini yarada bilər. Amma Windows qapalı mənbəlidir. Yəni onun kodları hamıya açıq deyil. Onun kodlarını sadəcə yaratdığı şirkət bilir. Yəni Microsoft bilir. Ona görə də Windows'un çox az versiyası var. Misal üçün bunu nümunə gətirə bilərik. Windows 10, Windows 11, Windows 7, Windows 8, Windows XP, Windows Vista və s. Yəni bu formada bir neçə daha versiyası var. Amma Linux'un bir çox versiyası var. Açıq mənbəli olmasına görə bir çox versiyası var. Yəni həddən artıq çox versiyası var. Yəni hətta görək Linux distros.